Çəngəlli avtoyükləyicidən istifadə edən zaman birinci növbədə getdiyimiz trayektoriyaya baxmalıyıq. Getdiyimiz istiqaməti görməliyik. Yük imkan vermirsə, geriyə hərəkət edə bilərik və yaxud da siqnalçılardan istifadə edə bilərik. Sahəmiz buradır. Bu trayektoriya ilə hərəkət etmək üçün vilkalar öndə, çəngəllərimiz öndə, maç da özünüzə doğru əyilmiş formada. Oraya daxil olaraq istiqamətimizi düzgün seçirik və steklajlara təyin olunmuş yerlərə yükün qoyulması prosesini icra edirik. Əgər sizin də əməkdaşlar bu kimi texnikalardan istifadə edirsə, təhlükələrə hazırlıqlı olmaq üçün, təhlükəli davranışlara yol verməmək üçün bu kimi təlimlərdə iştirak etməkləri zəruridir. Bizim təlimlərimiz həm nəzəriyyəni öyrədir əməkdaşlara, həm də praktiki cəhətdən gördüyünüz qurğu vasitəsilə poligon ərazimizdə yüklərin yüklənməsi, boşaldılması, düzgün istiqamətlərin seçilməsi, texnikadan təhlükəsiz şəkildə istifadə qaydalarını praktiki öyrənirlər. Texnikanın sürənməyi öyrənməyimiz kifayət eləmir. Eyni şəkildə real istehsalat mühitinə öyrəşməyimiz üçün xüsusi yüklərin doldurulması, boşaldılması prosesini öyrətməyimiz üçün steklajlarımız mövcuddur. Əməkdaşlar texnikanı sürməyi öyrənməklə bərabər yükə necə daxil olmaq, yükü necə təhlükəsiz şəkildə daşımaq, yükü necə təyin olunmuş yerə qoymaq, oradan götürmək proseslərini praktiki olaraq öyrənirlər.